Doktorlar, hər vaxtınız xeyir olsun. Bugün kəllə skeleti haqqında danışacağıq. Biraz ümumi giriş haqqında qısa məlumat verəcəyəm. Demək, kəllə keçən dəfəki videoda dediyimiz kimi oskranium adlanır. Kəllə özü topografik olaraq beyin kəlləsindən və üz kəlləsindən ibarətdir. Beyin kəlləsi cranium cerebral adlanır, üz kəlləsi isə cranium visceral adlanır. Beyin hissəsinin yuxarı hissə əsasən kəllə qapağı adlanır. Kəllə qapağı isə latınca kalvariya gedir. Aşağı hissəsi isə bazis crani gedir. Beyin isə özü 4 tək 2 cüt sümükdən ibarətdir. Üz sümükləri isə 6 cüt 3 tək sümükdən ibarətdir. Demək, beyin hissəmizin tək sümüklərinə aiddir. Bir gedək. Alın sümüyü, os frontali. Bu əpdə tək-tək sümüklərin üzərinə basdıqda orada ingiliscə məlumat gəlir. Belə baxa bilərsiniz. Başqa dildə də olur, mən bilən, baxmamışam. Almanca da olur, bəlkə də rusca da olur. Yəni bunların hamısını tək-tək sümükləri izah edəndə orada işarələr də var, məsələn, alın sümüyündə. Bunların hamısını izah edəcəm. Amma hələ ki, ümumi məlumat haqqında verim. Demək, biz nədən danışırdıq? Beyin hissənin tək sümüklərindən. Alın, os frontali təkdir. Ondan sonra əsas sümük os sfenoidali. Budur. Amma belə bu buradan görünmür. Ona görə bunu izolə edirik ayrıca baxmaq üçün. Kəpənəyə oxşar bir sümükdür. Bunu ayrıca keçəcəyik. Bu da tək sümükdür. O sfenoidali gedir adı. Sonra ənsə sümüyü, os oksipitali budur. Və xəlbir sümüyü, os etmoidali gedir. Burada içəridə. Bir dakika. Yaxınlaşdırım. Os etmoidali. Bunu da ayrıca göstərim. Belə bir sümükdür. Bu da tək sümük hissəsində gedir. Sonra keçirik cüt sümüklərinə. Beyin hissənin cüt sümüklərinə aiddir. Təpə sümükləri, yəni os parietali, sağ. Bu da sol. Üstünə basmıram, rənglənməsin. Bu da sol. Sonra bir də gizgah sümüyü aiddir. O da os temporali. Burada. Yazan kimi çıxır. Bu sağdakıdır. Bu da soldakı os temporali. Keçirik kəllənin üst sümüklərinin tək və cüt sümüklərinə. Tək sümüklərimizə aiddir. Birinci çənə sümüyü, os mandibula. Buradan buraya qədər. Os mandibula, çənə sümüyü, alt çənə sümüyü. Sonra xış sümüyü, os vomer adlanır. Burada. Dəqiqə, üstünə basmayayım. Burada. Xış sümüyü, os vomer. Sonra dil altı sümük, os hyoideum. Burada görürsünüz bu sümük. Dil altı sümük. Bunlar aiddir bizim üz sümüklərimizin tək olanlarına. Cüt sümüklərinə isə aiddir ənk sümüyü, os maxilla. Bu sağ hissəsi, bu da sol hissəsi. Sonra almacıq sümüklərimiz var. Os zigomaticum, sağ hissə, bu da sol hissə, üstün rəngləmirəm. Sonra burun sümüyümüz, os nazale, sağ, bu da sol, os nazale. Sonra göz yaşı sümüyü, os lacrimale, os lacrimale. Bu da 2 dənədir. Yaxınlaşdırın, belə baxaq. Görürsünüz, os lacrimale. Biri sağdadır. Biri də solda. Burada. Uzaqlaşdıraq. Sonra aşağı burun balıq qulağı var. O burada görsənmir. Onu mən Netterin atlasından göstərəcəm. Bir də damaq sümüyümüz var. Os palatinum. O da burada tam görünmür. Onu da göstərəcəm. Demək, aşağı burun balıq qulağını mən atlasda göstərmək istədim. Ön hissədə çox kiçik görünür.
Ona görə yan kesikdən göstərəcəm. Concha nasalis inferior adlanır. Bu da cüt sümüyüdür çünki. Ən yaxından bu cür görünür. Concha nasalis inferior. Burada biraz uzaqdır. Bir də damaq sümüyümüz də cüt sümüyə aiddir. Onu demədik, os palatinum adlanır. Burada görünür, burada görünür. Bunun özündə hissələri var. Ayrıca sümüyü danışanda deyəcəm. İndi keçək tikişlərə. Demək, insan ana bətnində olduqda kəllə sümükləri arasında əmgəklər olur. Birləşdirici toxumadan ibarət yumşaq bir hissədir, sahədir. O əsasən ana təbii doğuş edəndə doğuş yollarından keçərkən kəllənin sıxılmasına kömək edir və doğuşu asanlaşdırır. Amma doğulduqdan sonra müəyyən aydan, 200 aydan sonra artıq bu əmgəklər bağlanmağa, tikişlərlə sümüklər bir-birinə birləşməyə başlayır. Ona görə bizim 3 dənə tikişimiz var. Birinci tikişimiz adı tas tikiş adlanır. Sutura coronalis. Sutura coronalis alın sümüyümüzü sağ və sol təpə sümükləri ilə birləşdirən tikiş gedir. Sutura sagittalis isə sağ və sol təpə sümüklərini bir-biri ilə birləşdirir. Sutura lambdoidalis isə ənsə sümüyünü sağ və sol təpə sümüyü ilə birləşdirir. Bu da alt hissədən, içəri hissədən görünüşüdür. Buradan belə baxa bilərsiniz. Buradan da baxaq. Sutura coronalis, sutura lambdoidali. Bir də son olaraq rentgen şəkillərini qoydum ki, göz yaddaşımızda qalsın. Düzdür, burada tikişlər çox da aydın görünmür, amma yenə də baxaq. Sutura lambdoidali, arxa tərəfdə. Sutura sagittalis. Sonra burada os temporale var. Sümüyümüz. Concha nasalis inferior. Burada görünür. Sonra yan kəsikdən baxarıq. Sutura coronalis. Burada heç nə görünmür düzü, amma. Sutura lambdoidali. Sonra bu dilaltı sümüyə baxın. Oseoidem korpus hissəsidir. Sonra burun sümüyü burada görünür balaca. Sfenoidale sümüyü tam aydın görünmür. Os frontale. Sonra burada sutural sagittal tikiş. Sfenoid sümüyü. Burun sümüyü. Occipital bone. Frontal. Belə. Bu qədər.